ayda Rəcəblə Ramazan ayı kimi neçə dənə əməli var. Onların əsası birincisi nədir? Oruç tutmaqdır. Birinci oruç tutmaqdır. Yəni oruç tut. Bu bir. İkinci əməli nədir? İkinci əməli budur ki, mən samə şəbana, bu ayə, bu hədisi demişik bəli. Ki, Peyğəmbər buyurur ki, 3 gün oruç tuta əvvəlində bu əməlləridir, bunlar öz yerində müstəhəbbidir. Sonra hər kəs Peyğəmbərə məhəbbətlə, qürbətən ilə Allah, Allaha qürbətən ilə Allah, Peyğəmbərə məhəbbətən oruç tuta, buyurur ki, Allah da ona məhəbbət eləyər, Allah da onu qiyamət günündə yaxın eləyər, cənnəti vacib eləyər. Bu da hədisdir. Yenə buyurur ki, Həzrəti Əli əleyhissalam durdu ayağa burada, dedi Peyğəmbərə ki, bu sözü deyəndən sonra mən samə səlasətə əyyam min şəhri qilə ləhu istənif əl-əməl. Peyğəmbər deyir, hər kəs ki, 3 gün əvvəldə 1-2-3 Şabanı oruç tutsa hər kəs, Allah ona deyər ki, təzədən başla ömrü yaşamağa. Yəni, bütün ömründə etdiğin günahlar silinib, ağ dəftər açılır səhəsin. O qədər bağışlanırsan. Həzrət Əli deyir, özünü saxlaya bilmədi, durdu, dedi, bir əbi əntə və atam, anam sənə qurban olsun, ya Rəsulallah. Sif lənə şeyən min fədailihi liyəzdadə rəqbətən fi siyamihi və qiyamihi və lünəccid lil-cəlil fi. Onda deyir, bizi həvəsləndirən, yəni bu cəmaatı həvəsləndirən bir şeylər denən ki, cəmaatın onun oruç tutmasına, gecələrini ibadət eləməsinə, gecə namazlar durmasına, bu günündə gündüzləri ibadət eləməsinə eşq, məhəbbət, rəğbət yaransın. Bizə bir şeylər denən, Peyğəmbərdən xahiş elədi Həzrət Əli. Və qalə Rasulullah fi cavabihi, cavabında belə dedi, mən samə əvvələ yavmin min Şaban, hər kəs bu Şaban ayının 1-ci günündə oruç tutsa, kətəbə ləhu səb'inə həsənətən, Allah üçün bir günə 70 həsənə yazır. Əl-həsənə də nədir? Tuadilu ibadətə sənətin. Bir ilin ibadətinə bərabərdir. Yəni, bir gün ibadət 70 dənə həsənə. Bu da edir hər həsənə bir ilin ibadət. Yəni, 70 ilin ibadəti yazılar. Savabı yazılar. Ha. Bir günü oruç. Xoş sənin halva ki, Şaban ayının birində oruç tutasan, ya bir gününü oruç tuta biləsən. Xoş halva. Yenə buyurur, mən samə thalathine yevmen min Şaban. Hər kəs 30 gün Şaban ayının hamısını oruçda, nadahu Cəbrail, Cəbrail onu bilsən necə çağırar? Min quddamil ərş. Ya halda, ərşin üst qatından çağırar ki, insan, Allahın gözəl bəndəsi. İstənifil əmələ əmələn cədidən. Sənin əməllərin hamısına qədər eləmsən bu vaxta qədər üstündən xət çəkildi, əməlin, dəftərin ağabbaq elədik. Təzədən başlayırıq səhəcə. Bir ay. Və buyur ki, fəqədğufirə zəkə. Sənin üçün bağışlandı hər bir şey. Ma, buyurur ki, təqəddəm min zünubik, mənası budur ki, ma, məza və təqəddəm, günahların ki, nə eləmsən, hamısı bağışlandı. Yenə deyir, Allah sənə buyurur ki, Cəbrail əleyhissalam deyir, Allah sənə buyurdu ki, ey bəndə, ləv qanət zünubikə ədədə nücubis səma və qətril əmtar və vərəqil əşcar və ədədir rəmil və səra və əyyam-ı dünya ləğəfərnâhə ləkə və mə zəlikə aləllahi və azizin bə'də siyamikə şəhri Şaban. Çox gözəl hədisdir. Bunlar bir-bir deyim nə deyir? Deyir, əgər sən ki Allah deyir, günahların ki vardır, əgər o günahın göydəki ulduzların sayı qədər ola, amma xalis Allaha görə oruç tutmuş olasan Şaban ayında. Yağışların qətrəsi damcıları qədər ola günahın. Ağacların yarpağı qədər ola təbiətdə olan və yer üzündəki səhraların qumlarının dənələri qədər ola və ağacların üstünə səhər tezdən düşən səra, şeyh deyirlərdi ona, səra ki var, o qədər ola və əyyam-ı dünya, dünyanın sonsuz günləri qədər ola, ləğəfərtuha, mənim əlimdə deyir, Allah deyirlər ki, bağışlayacağım sən hamısını. Və mə zalikə aləllah bi əziz. Elə fikirləşmə çətindir. Bu Allah üçün çətin bir şey deyir. Bə'də siyamihi şəhrə Şaban. Amma sən Şaban ayını oruç tuta biləsən. Xoş halınız. Cənnət havayıdır, Allah bağışlayır. Havayı bəhanə axtarır ki, birini bağışlayır.
Oruç tutabilirsiniz, tutun da oruç. Ne var ki tutmağa? Benim üzrüm var, tuta bilmirəm. Biri deyir yalandan, bunlar boş şeydir. Üzrüm var o heç. Bildirme yine. Amma da sen oruç tutabilirsen tut günə. Çok güzel ibadetdir oruç. Niye? Riyasız ibadetlerden sayılır. Allah sen mən qutardı, getdi, heç kim bilmir. Allah bize bu aynı ibadet edenlerinden eləsin. Vesselamu aleykum ve rahmetullah ve berekatuhu. Bismillahirrahmanirrahim. Vel asr innel insane lefî husr. İllellezîne amenu ve amilus salihat ve tevasav bil hak ve tevasav bis sabr. Sadakallahul aliyyul azim.